Salam uşaqlar, bugün hədəfin 11-ci siniflər üçün keçirdiyi birinci sınağın izahına baxacağıq. Gəlin keçək suallara. Birinci sualda deyir 61 ədədlərdən hansı 45-ə tam bölünür? Deməli 61-ci sualda 45-ə tam bölmə. Bəli, kitablarda ayrıca yazılmır 45-ə bölmə və yaxud da 36-ya bölmə. Biz bunları artıq özümüz tapmalıyıq. Yəni orada artıq biz tapanda necə eləyəcəyik? 45-in qarşılıqlı sadə olan vurğularını götürəcəyik. Məsələn 3-15 hasili yenə 45 eləyirdi. Amma biz bunu götürməyəcəyik. Niyə? Çünki 3 ilə 15 qarşılıqlı sadə deyil. Amma 9 ilə 5 həqiqətən nədir? Qarşılıqlı sadədir və hasildə 45 eləyir. Deməli, bizim variantdakı ədədlərimiz həm 9-a, həm də 5-ə bölünməlidir. Əgər hər ikisi eyni zamanda bölünərsə, deməli ədədimiz 45-ə də tam bölünəcək. Baxaq A variantına. Deməli, bura yazıram 9 və 5. Bax A variantına. Deməli 5-ə bölünmə əlaməti asan idi. Sonu nə ilə bitməli idi? Ya 0-la ya 5-lə. Deməli B variantı səhvdir, sonu 1-ilə bitir. D variantı səhvdir, sonu 7 ilə bitir. Bunların üzərindən xətt çəkək. A, C, Y variantlarını yoxlayaq, bəsdir. Deməli 5-ə bölünmə əlamətini yoxladıq. İndi keçək 9-a bölünmə. 9-a bölünmə əlaməti necə idi? Rəqəmlər cəmi 9-a tam bölünərsə bu ədəd 9-a tam bölünər. Deməli A variantında olacaq 5, 4, 9. Üzərinə 3 gələndə 12, 2 də bu 14, 15, 20. Deməli rəqəmlər cəmi A variantı elədi neçə? 20. 29-a tam bölünürmü? Xeyr. Deməli A variantında nə olacaq? Səhv olacaq. Keçək C variantına. 9, 8 cəmi eləyəcək 17. 7 də buradan 24. Eləyəcək 30, 34 və 39. Deməli C variantı da elədi 39 cəmi. Rəqəmlər cəmi. Və 39 9-a tam bölünmür. Bunu da üzərindən bir xətt çəkək. Sonra keçək Y variantına. Deməli, toplasaq rəqəmlərini nə olacaq? 6, 5, 11, 4 də bu 15, 18, 21 və 5 də bu 26. Deməli, Y variantda rəqəmlər cəmi oldu 26 və 26 9-a tam bölünmür. Yəqin ki, bu sualda haradasa texnik səhv olub, hansısa rəqəmlərin yerində. Burada cavab çıxmadı. Yenə sonradan baxarıq, əgər doğru olsa izahını sizlə paylaşarıq. Keçək 62-ci suala. Kəsrin natural qiymət alması üçün M-in ala biləcəyi natural qiymətlərin cəmini tapın. Deməli, biz burada nə edəcəyik? M-də M plus 5 kəsirini ayrı-ayrı kəsirlərdə yazacağım. Yəni bu şəkildə. Yazacağım M, burada M, üstə gəlsin M-də 5. Yəni M plus 5-i ayrı-ayrı kəsirlərdə yazdıq. Bu da cavab olaraq olacaq 1 üstə gəlsin 5 plus M. İndi bu kəsirin natural qiymət alması üçün bu bir hissə bir natural ədəddir. Deməli 5 bölünsün M-də nə olmalıdır? Natural ədəd. Onda M-ə 5-in bölənlərini yazmalıyam məxrəcə. Yəni 5 tam bölünsün ki, 1 ilə də toplayanda natural ədəd olsun. Onda olacaq M-in qiymətləri 1, sonra 5. Elə 5 sadə ədəd olduğundan elə bölənlər nə olacaq? 1 ilə 5. İndi bizdən soruşur ki, M-in ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni 1 ilə 5-in də cəmi bərabər eləyəcək neçə? 6. Yəni doğru cavab burada da olacaq. A variantı 62-ci sualda. Keçək 63-cü suala. Deyək ki, perimetri 20 cm olan ABC üçbucağında BM medianı üçbucağın perimetrləri 11 və 17 olan iki üçbucağa ayırır. Yəni ABM və BMC üçbucağına. Deyir medianın uzunluğunu tapın. Yəni BM-in uzunluğunu tapın. Deməli BM mediandırsa, median qarşı tərəfi yarıya bölünür. Yəni AC yarıya bölünəcək. AM ilə MC bir-birinə bərabər olacaq. Onda bura X-dırsa, burada bir X deyək. AB-yə onda bir Y deyək. BM-ə elə olduğu kimi qalsın. BC-yə də bir T deyək. Onda birinci üçbucağın perimetri tutaq ki, X üstə gəlsin Y üstə gəlsin BM bərabər olacaq 11 olsun. Sonra digər tərəfdən X üstə gəlsin T üstə gəlsin BM. Bu da bərabər olacaq 17-yə. Bərabər yazırıq 17. Sonra biz sistem tənlik kimi bu iki ifadəni alt-alta toplasaq alınacaq 2x üstə gəlsin Y üstə gəlsin T üstə gəlsin 2BM. Bərabərdir. 17 ilə də 11-i toplayanda eləcə 28. Yəni sağ tərəfləri 1 topladıq, sol tərəfləri 1. İndi bizdə ABC böyük bucağın perimetri nə qədər idi? Bizə verib də 20 idi. Yəni böyük bucağın perimetri də buradan yazıram. Baxın, P bərabərdir 2x üstə gələk T üstə gələk Y-dir. Həqiqətən 2x, T və Y. Bunların cəmi deyir neçə eləyir? 20. Bərabər eləyirəm 20-yə. Deməli, burada da 2x plus Y plus T bizə nə verəcək? 20. Onda yazıram buradan 20. Yəni bu cəm bizə 20 verəcək. Üstə gəlsin 2
BM bərabər 28-ə. Buradan da 2BM-i tapsam olacaq 2BM bərabər 28-dən 20 çıxanda qalacaq 8. BM də bərabərdir. Hər tərəf 2-yə bölərəm, düşər 4. Deməli, BM medianın uzunluğu oldu neçə? 4. Yəni, doğru cavab oldu B variantı. Və yaxud da asan şəkildə necə həll eləyə bilərdiniz? Bəlkə də bu üsul sizə uzun gəlmiş ola bilər. Ən yaxşısı sizə verilən bu 2 perimetr toplayardınız 11 ilə 17-ni. Artıq burada 2 dənə üçbucaqda bu ortaq tərəf BM medianı 2 dəfə toplanacaqdı axı. Yəni, burada 2 dəfə toplanacaq deyə artıq bunları da toplayanda bu yer artıq gələcək ümumi perimetrdən, yəni 20-dən. Yəni, bu cəmdən də yekunda siz çıxardınız 20-ni, bərabər olacaq 28 çıxılsın 20, bərabər 8-ə. BM üst-üstə 2 dəfə toplandığı üçün, biri bu üçbucaq üçün, biri bu üçbucaq üçün. Deməli, 2BM qiyməti 8 olacaqdı burada artıq. Buradan yenə BM də çıxaracaqdı. Neçə cavab? Doğru cavab 4. Bu da ikinci üsul. Yaxşı qalsın. Keçək. Biraz da yaxınlaşdıraq. Yəqin ki, uzaq olmaz. 64. Natural A və B ədədləri üçün A böyükdür B olarsa, kəsirin ala biləcəyi ən kiçik tam qiyməti tapın. Deməli, biz burada qiymət yazmalıyıq. Onu da yazaq bu şəkildə. Ayrı-ayrı kəsirlərdə də yaza bilərik. Birbaşa qiymət də verə bilərik. Gəlin, ayrı-ayrı kəsirlərdə yazaq bu ifadəni. Olacaq A bölünsün B, üstə gəlsin 2B bölünsün B. Ayrı-ayrı kəsirlərdə yazdım, bərabərdir. Olacaq A bölünsün B-yə, üstə gəlsin bir də 2B-ni B-yə böləndə B-lər ixtisar gedir, qalır 2. Aha. İndi deməli biz burada A və B-yə elə qiymətlər verməliyik ki, bu kəsir ən kiçik olsun. Ən kiçik olsun və 2 ilə də toplayanda ən kiçik qiymət alsın. Və A B-dən böyüksə, onda A-ya ən kiçik 2 verərəm, B-yə 1 verərəm və üstünə də 2 gələcəm. Bu da bərabər 2-ni 1-ə böləndə 2, üzərinə də 2 gələndə eləyəcək neçə? 4. Yəni doğru cavab burada da olacaq B variantı. Keçək növbəti suala, 65-ci sual. Deyir, qızların sayının oğlanların sayından 4 dəfə çox olduğu 40 nəfərlik sinifdə qızların sayı 25% artırıb, oğlanların sayını 50% azaltsaq, sinifdəki şagirdlərin sayı necə dəyişər? Deməli, uşaqlar, burada ilk öncə nə edəcəyik? Oğlanlar, buradan yazıram oğlanlar, bir də yazıram qızlar. Aha. Deməli, qızlar oğlanlardan 4 dəfə böyükdür. Yəni, oğlanlar x-sa, 4 dəfə çox olsa, olacaq nə? Qızlarda 4x. Və cəmi neçə nəfər var? 40 nəfər. Onda bunları toplayaram. X üstə gəlsin 4x bərabər 40-a. Burada olacaq 5x bərabər 40 və x da bərabərdir 8-ə. Onda oğlanlar x idi. Elə olacaq 8 nəfər. 8 nəfər, onda buranı silim. Qızlar da 4x idi. 4 dəfə 8 eləyəcək neçə? 32-yə. Aha, saylarını tapdıq. Deməli, onda buranı silim. Artıq buraya ehtiyac yoxdur. İndi deyir, qızların sayını 25% artırmaq. Birincisi, uşaqlar, siz birbaşa 125%-ni də tapa bilərsiniz. Yəni, 32-nin 125%-ni bölünsün 100. Bu birinci qayda. Sonra 32-nin 25%-ni tapıb, 32-nin 25%-ni tapıb, bölünsün 100. Yenidən 32-nin üzərinə gələ bilərsiniz. Bir də siz elə asan üsul olaraq, ən yaxşı üsul, qızlar 32 nəfər idi də, 32 nəfər. 25% nə deməkdir kəsirlə? 4də 1 deməkdir. 32-nin də 4də 1-i daha sürətlə tapmaq üçün belə yazıram. Düşəcək 8, yəni 8 nəfər artacaq. Burada da yeni eyni qiymət tapasınız. Yəni 32 nəfər idi, 8 nəfər də artdı. Oldu neçə nəfər qızlar? 40 nəfər. Sonra keçək oğlanlara. Deyir ki, oğlanların sayını 50% azaltacaq. 50% azaltma da nə deməkdir? Oğlanlar neçə nəfər idi? 8. 50% azaltma ilə 2də 1-ni tapmaqda, yəni yarısı edəcək. 2də 1, bu da olacaq 4 nəfər. Yəni oğlanlar sayında 4 nəfər azaltsaq, qalacaq neçə nəfər? Elə 4 nəfər. Aha, onda buranı silirəm. Bizə sonda nə soruşur? Deyir ki, sinifdəki şagirdlərin sayı necə dəyişər? Yaxşı, əvvəlcə neçə nəfər idi? Burada öz deyir də 40 nəfərlik sinif idi də. Yazıram bura 40. Sonradan 4 bura, 40 bura. Neçə nəfər olub? 44 nəfər. Aha, deməli onda belə yazaq. Əvvəlcə 40 nəfər imiş. Yəni 100% götürürəm bunu. Sonra olub 44 nəfər. Bunda x% götürürəm. Buradan da tapsaq olacaq x bərabərdir. 100 vurulsun, çarpaz vuracaq təbii ki. Olacaq 100 vurulsun 44 bölünsün 40-a. Buradan sıfırların biri ixtisar gedir. 44-ü də 4 ilə ixtisar aparsaq burada 11 qalacaq. 11 də ona vuranda 110%. X oldu neçə? 110%. Bərabərdir yazıram. 110%. Əvvəlcə 100% idi, oldu 110%. Yekunda 110-dan da çıxacam. 100%-ni qalacaq neçə? 10%. Yəni burada da
göz qabağındadır. Əvvəlcə 40 nəfər idi, oldu 44 nəfər. Yəni artdı. Deməli 10% nə olacaq? Artacaq. Və yaxud da siz belə də eləyə bilərdiniz. Burada 40-100% isə birbaşa çıxardınız. 44-dən 44 neçə faiz olacaq? Artıq burada birbaşa cavab 10% alınacaqdır. Yəni fərqli üsullarla həll etmək olar. 2 ədədin faiz nisbətindən də tanımaq olur. 66-cı sual deyir, uzunluğu 40 cm olan parça 2-3 nisbətində bölünmüşdür. Kiçik parçanın uzunluğunu tapın. Deməli 2K 3K olacaq. 3K. Və cəmi neçədir? Uzunluq 40 cm. Deməli bunların cəmi bizə nə verməlidir? 40 cm. Onda olacaq 5K bərabərdir 40 cm-ə. K da bərabərdir 8. K 8 isə onda 2K bərabər olacaq. 2 vur 8 bərabər 16. Bir də 3K 3 vur 8 bərabər 24. Həqiqətən yekunda cəmləri yenə 40 verir. İndi deyir kiçik parçanın uzunluğunu tapın. Kiçik parçanın uzunluğu burada neçə oldu? 16 cm. C variantı. 67-dir də. Hə. Deyir A ədədi B ədədinin neçə faizdir? Faizini təşkil edir. A ədədi B ədədinin neçə faizini təşkil edir? Hə, burada birbaşa düsturdur uşaqlar. Yəni düsturu bilmək lazımdır artıq. Bizdən düstur soruşur. Bir ədəd digər neçə faizdirsə, elə birinci ədədi ikinci ədədə bölüb 100-ə vururuq. Yəni A ədəd B ədəd neçə faizdirsə, A-nı böləcəyik B-yə, vuracağıq neçəyə? 100%-ə. Bu da A variantındadır da. Bəli, doğru cavab kimi A variantındadır. Keçək 68-ə. Deyir, sıfırdan fərqli cüt rəqəmlərin ədədi ortasını tapın. Amma biz bilirik ki, rəqəmlər hansılardır? Bizdən rəqəmlərdən söhbət gedir. Rəqəmləri istəyir. Deməli 0, 1, 2, 3, sonra 4, 5, 6, 7, 8, 9. İndi bizdən deyir sıfırdan fərqli cüt rəqəmlər. Yəni 0-ı götürməyəcəyik. 2-ni götürürəm. Yazıram buradan 2 üstə gəlsin. Sonra 4 deyir. Daha doğrusu cüt rəqəm 4-dür. Sonra cüt rəqəm 6-dır. Üstə gəlsin. Bir də cüt rəqəm neçədir? 8. Bizdən ədəd ortasını soruşur. Ədəd ortada rəqəmləri, verilmiş rəqəmləri cəmləyib sayına bölürük. Neçə rəqəm var? 4 dənə. Böləcəm 4-ə. Bu da bərabərdir. Cəm neçə eləyəcək? 20, 20-ni də böləcəm 4-ə, bərabər düşəcək. Neçə? 5. Yəni doğru cavab olacaq. Y variantı. Düz yazdıqmı? Cüt rəqəmlərin ədəd ortası 2, 4, 6, 8. Bəli. 20 eləyir. 4-ə də böləndə düşəcək 5. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərinin 66 tam 3/2%-ni təşkil edir. Kiçik bucağı tapın. Deməli biz bilirik ki, uşaqlar uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqların iki qaydası var. Ya bunlar bir-birinə bərabər idi. Hər ikisi it olarsa və yaxud hər ikisi kör olarsa, bu zaman şəkil veriləndə orada daha net görmək olur. Və yaxud da onların cəmi 180 dərəcəyə bərabər. İndi deyir ki, burada bu bucaqlardan biri digərinin 66,3%-ni təşkil edir. Yəni bunlar deməli bir-birlərinə bərabər deyil. Yəni bunlar bir-birlərinə bərabər olsaydı, elə biri digərinin 100%-ni təşkil edirdi. Amma burada fərqli qiymətdir. Deməli onda bunların cəmi neçə olacaq? Buradan da yazıram. Cəmi 180 dərəcəyə bərabər olacaq. Yəni bunlar bir-birinə bərabər deyil bu bucaqlar. Onda tutaq ki, buradan götürək. X bərabərdir y-in 66,3/2. Bunu da düzgün olmayan kəsrə çevirsək, olacaq 3/198, 3/200%. Tutaq ki, x y-in 3/200%-nə bərabər bölünsün 100. Yəni 66,3/2-ni düzgün olmayan kəsrə çevirdim. Yəni fərqli bir şey etməmişim. Bölünsün 100%-ə. Bunu da hesablasaq bərabər olacaq. X bərabərdir. Y vurulsun 3/200. 100-ə bölürüksə 100-ün tərsinə vurmaq. Yəni 100-1-ə. Buradan sıfırlar ixtisar gedir. Qalır 3/2. Çarpaz vursaq hər tərəfdə 3-ə vuraqla. Olacaq 3x bərabər 2y-ə. Deməli onda mən x-i y-in əmsalı götürəcəm. Yəni 2. Və y-i də x-in əmsalı götürəcəm. Olacaq x 2k. Y də bərabərdir 3K-ya. Deməli, yuxarıda verilən şərtdə yerinə yazsa, x-in yerinə yazıram 2K, üstə gəlsin, y-in yerinə yazıram 3K, bərabər 180. Buradan olacaq 5K bərabər 180 dərəcəyə. Buradan da K da bərabər 185-ə böləndə 36 düşür da. Bəli, 36. İndi bizdən də kiçik bucaq soruşur. Kiçik bucaq hansı idi? Təbii ki, 2K olacaq da. Onda olacaq 2K bərabər 2 vurulsun 36 bərabər 72 dərəcə. Yəni doğru cavab olacaq 69-da A variantı. Keçək 70-ci suala. İfadələrdən deyir hansının qiyməti n-in bütün natural qiymətlərində cüt ədəddir. Yəni biz n-ə həm tək qiymət verməliyik, yəni tutaq ki 1, həm də cüt qiymət verməliyik. Ən kiçiklərini götürək, 2 götürək buradan da. Hər iki halda nə olmalıdır? Yekun qiymət cüt olmalıdır. Onda A variantını yoxlasaq, 1 qoysaq 1 plus 2 eləyəcək 3. Bizdən cüt soruşur. A variantının ağdı səhvdir.
D variantında D elə doğru olacaq deyəsən. 1 qoyanda 1 dəfə 4 4, üzərinə 2 gələndə eləyəcək 6. 2 qoysaq 2 dəfə 4 8, üstünə 2 gələndə 10 eləyəcək. Yəni hər 2 halda nə oldu? Cüt oldu. Yəni doğru cavabımız olacaq D variantı. Digər variantları artıq yoxlamağa ehtiyac yoxdur. Məsələn, buradan 2 qoyanda yekun cavabımız 2 + 5 7 eləyəcək. Yenə düz gəlmir. B ilə Y də həmçinin. İndi burada bəxtimiz gətirdi, birbaşa doğru cavabı tapdıq. 71. Deyir A və B natural ədədlərin ortaq olmayan sadə vurğuların hasilci olarsa, ifadəsini sadələşdirin. Deməli uşaqlar, yadınızda saxlayın. Bizim belə bir düsturumuz var idi. Əkob AB bölünsün əbob AB əbob AB-yə bərabərdir nəyə? Ortaq olmayan sadə vurğuların hasilinə. İndi biz burada çarpaz vursaq, yəni hər tərəfi əbob AB-yə vursaq, onda olacaq nə? Əkob AB bərabərdir əbob AB. Əbob AB vurulsun C-yə. Çarpaz vurduq. Elə də düşünə bilərsiniz, elə bu məxrəcində 1 var da. 1-ə əkoba vuranda elə əkob eləyir. Əbob da C-yə vuranda əbob AB vur, C alınır. Və yaxud da yenə dediyim kimi hər tərəfi əbob AB-yə də vura bilərsiniz. Buradan oldu, əkob nəyə bərabər oldu? Əbob AB vur C-yə. Elə bizdən də əbob AB vur C-ni istəmir. Deməli, əbob AB vur C nəyə bərabər oldu? Əkob AB. Yəni, doğru cavab burada da olacaq. Y variantı. 72. Bir düz xətt üzərində 12 nöqtə qeyd olunmuşdur. Alınan parçaların sayını tapın. Biz ilk öncə düsturu bilməliyik. Olacaq n vurulsun n-1 bölünsün 2-yə. N-i yaxşı yazaq. Aha, düsturumuz bu idi. Yəni burada da n nə idi? Nöqtələrin sayı. Yəni burada da 12 olduğu üçün 12 vurulsun, 12 vurulsun, çıxılsın 1, bölünsün 2-yə. Bu da bərabərdir. 12 ilə 2 ixtisar gedir. Burada qalır 6. 12-dən də 1 çıxanda qalacaq 11. Qaldı nə? 6 vur 11. Bu da eləyəcək neçə? 66 parça. Yəni doğru cavab olacaq 72-də. B variantı. Keçək 73-ə. Məxrəci 150 olan düzgün kəsirlərin neçəsi sonlanıq kəsir şəklində göstərmək olur. Aha, yaxşı sualdır, əla sualdır. Deməli, məxrəci 150 olan, buraya yazıram, 150 olan düzgün kəsir. Yəni, burada artıq 101-149 arasında qiymətlər dəyişməlidir. 150-yə, daha doğrusu 3-ə bölünən ədədləri sürətdə yazmalıyıq. Deyirsiniz ki, niyə? Birinci, gəlin bunu bu şəkildə yazaq. Sürətdə 1-dən 149-a kimi ədədlər yazılmalıdır düzgün şərtini ödəmək üçün. Məxrəcdə də 150, 3 vurulsun 50 deməkdir. 50 də 5 vur 5 deməkdir və yaxud da 50 kimi də yaza bilərik. Deməli, biz bilirik ki, məxrəcdə ya 2-nin vuruqları olmalıdır təkcə, ya təkcə 5-in vuruqları olmalıdır, ya da 2 ilə 5 qarşı ola bilər. Ayrıca bir vuruq olarsa, nə olsun burada 5 iştirak edir? Ayrıca bir vuruq 3, 7, 11 və s. olarsa, artıq bu sonlanıq kəsir olmayacaq. Ona görə deməli biz burada nə edəcəyik? 3-ü məxrəcdən itirməyə çalışacağıq. Yəni onda biz sürətə elə qiymətlər yazmalıyıq ki, 3 burada ixtisar olsun. Deməli sürətə biz 3-ün bölünənlərini yazmalıyıq. Məsəl üçün 3, 6, 9 və s. 149-a kimi. 1, 149 arasında dəyişdək qiymətlər. 3-ə bölünən ədədləri yazmalıyıq ki, 3 burada ixtisar getsin, məxrəcdə yalnız qalsın nə? 5-in vuruqları. Onda deməli 1,49 arası, 149 arası 3-ə bölünən ədədləri tapmalıyıq. Deməli bizdə də belə bir qayda var idi də. A çıxılsın B, bölünsün M-ə, üstünə də gəlirdik 1. Yəni bu bizim qaydamız idi. Yəni 1 ilə 149 arasında neçə 3-ə bölünən ədəd var, onun sayını tapmış olacaq. Onda deməli biz ilk öncə nə edəcəyik? 1 3-ə bölünür, xeyr. Aralıqları tapmalıyıq, sərhədləri. Burada AB də sərhədlərdir bu arada. Bu düsturdur. Bunu belə işarələyim. Aha, 1-dən böyük, indi 1-in özü 3-ə bölünmür da. Burada A ilə B həm də M-ə bölünməlidir. İndi 1 3-ə bölünmür. 1-dən böyük, ən kiçik 3-ə bölünən ədəd 3-dür. Sonra 149-dan kiçik 3-ə bölünən ən böyük ədəd. Olacaq neçə? 147. Bəli, rəqəmlər cəmi 12 eləyir də. 147. Onda mən yazacağam. 147 çıxılsın, sərhədləri çıxıram. Çıxılsın 3, bölünsün 3-ə. Biz çünki 3-ə bölürdük. Üzərinə də gələcəm 1. Bu da bərabər deyiləcək. 147-dən 3 çıxanda qalacaq 144 bölünsün 3 plus 1. Bu da bərabərdir. 144-ü 3-ə böləndə neçə düşəcək? 4 dəfə 24-ün içində 8 dəfə, bir dənə də plus 1-imiz var. Bu da eləyəcək neçə? 49 dənə ədəd.
Deməli 1 149 arası 3-ə bölünən neçə dənə ədədim var? 49 dənə. 3-ə bölünən ədəd var. Yəni bu 49 dənə 3-ə bölünən ədədləri yazsam, 3-ün ixtisar gedəcək, məxrəcdə qalacaq ancaq 5-in vuruğu və o da sonlu onluq kəsir olacaq. Bir sözlə cavab oldu 49. Bu neçə idi? 74. Baxaq 74-ə. Deməli uşaqlar biz burada necə həll edəcəyik? ABC üçbucağında CD medianı. Mediandır deməli, yəni BD DA-ya bərabər olacaq. CM bölünsün BM. CM bura K olarsa, burada olacaq nə? BM də 4K olacaq. Və burada DC NM-ə paraleldir. Deyir, paralel xətt çəkilmişdir də. Budura baxın. Burada biraz qaradır. Bəlkə də sizdə görsənməyə tam. Paraleldirsə, onda Fales teoreminə görə bir tərəfdə hansı hissələrə bölübsə, digər tərəfdə də eyni hissələrə bölünməlidir. Yəni, onda olacaq NB də 4K-nın K-ya nisbətində. Onda biz buradan tapmış oluruq ki, BD 4KK, bura yazıram. BD, BN, laf belə açıq yazaq. BN üstə gəlsin ND olsa, onda BN 4K idi, ND də K idi. Cəmi olacaq neçə K? 5K. Onda BD oldu 5K. Biz tapdıq ki, BD 5K. Və CD də median olduğu üçün BD bərabər olacaq neçəyə? AD-yə. BD də AD-yə bərabər olduğu üçün BD 5K-sə olacaq AD də nə? 5K. Onda qiymətləri yazıram. Bura AD 5K. İndi bizdən nə soruşur? Deyir, AD parçasının uzunluğu DN parçasının uzunluğundan neçə dəfə çoxdur? Yəni AD oldu 5K, DN də oldu K. Neçə dəfə çoxdur? Təbii ki, aydın görsənir ki, 5 dəfə böyükdür. Yəni çoxdur. 5K-nı K-ya böləndə də tapa bilərsiniz. Bu 74, baxaq görək 75 hardadır? 75-dir. Ədədlər standart şəkildə olarsa, x vurulsun m hasilini ala biləcək ən böyük tam qiyməti tapın. Deməli, uşaqlar, ilk öncə biz bilməliyik nəyi? Standart şəkildə necə yazmaq olar? R bərabərdir. R bərabər tutaq ki, A vurulsun, 10 üstü 1n yazaq. Burada artıq R-in özü də böyük olmalıdır sıfırdan. A da 1 kiçik bərabər A, bu da kiçikdir. 10 şərtini ödəyəcək. N də daxil olacaq Z-ə, yəni tam ədədlərə. Deməli, burada A hansı qiymətləri alır? Burada X-dan Y A-nın yerində durur da. A hansı qiymətləri alır? 1 ilə 10 arasında. Bax, bunu da yazaq lap qırmızı ilə 1-10 arasında. İndi bizə deyir ki, hasilini ala biləcək ən böyük qiymət, ən böyük tam qiymət. Yəni biz burada artıq 9,9 götürə bilmərik və yaxud da başqa bir qiymət götürə bilmərik. Yəni ən böyük tam qiymət onda götürə bilərik A-nın yerində neçə? Məsəl üçün 9 götürə bilərik. Maksimum ən böyük tam qiymət 9 götürə bilərik. Onda burada X-in yerinə də 9 yazaram, M-in yerinə də 9 yazaram. Ola bilər ki, deyərsiniz ki, müəllim, biri X-dir, biri M-dir. Olsun da bizdə şərtdə əlavə olaraq demir ki, yəni bu ədədlər bir-birindən fərqlidir. Yəni X ilə M bir-birindən fərqlidir. Yəni o şərt vermədiyinə görə mən hər ikisində eyni qiymət götürə bilərəm. Yəni X-i də 9 götürərəm, M-i də 9 götürərəm. Onda X vurulsun M hasili 9 vur 9 bərabər olar 81-ə. Keçək 76-cı suala. Deyir, yeni biçilmiş otun nəmliyi 90%, qurudulmuş otun nəmliyi 20%-dir. 120 ton yeni biçilmiş ot qurudularsa kütləsi neçə ton olar? Deməli, uşaqlar, burada nə edəcəyik? Bu sual dimdə də var idi. Deməli, deyir, yeni biçilmiş otun nəmliyi 90%. Yəni, yeni biçilibsə, bunun 90%-i nədir? Nəmdir. Yazıram bura, 90% nəm. 90%-i nəmdirsə bu yeni biçilmiş otun. Bax, burada yazıram, yeni. Yeni biçilmiş ot 90% nəmdirsə, yerdə qalan 10% nə olacaq? Quru. Amma burada yerdə qalan 10% quru deyəndə buradakı qurudan söhbət getmir. Qupquru olacaq. Qupquru ot olacaq artıq. Yerdə qalan 10%. Sonra deyir ki, qurudulmuş otun da 20% nəmdir. Artıq o qurudulmuş ot buradakı qupqurudan söhbət getmir. Normal qurudulmuş otdan söhbət gedir. Çünki burada 90% nəm idisə, yerdə qalan 10% artıq qupqurudur. Bunun içində nəm yoxdur ümumiyyətlə. Amma buradakı quru otun içində nəmlik var və 20%. Sonra gəlirəm, burada qurudulmuş otun 20% nəm idi də. Burada yazıram, qurudulmuş. Quru otun nəmliyi olacaq 20% nəm. 20% nəmdirsə, hansı hissəsi qupquru olacaq? 80% olacaq
quru. Yəni bu quru otun 20% nəmsə yerdə qalan 80% artıq qupquru olacaq. Onun içində nəm yoxdur. Deməli indi nə qədər yeni ot biçilib? 120 ton. 120 ton ot biçilibsə, onun 10% nə olacaq? Qupquru. Onda 120 tonun, bunu biraz belə eləyək yerimiz olsun. 120 tonun 10%-ni taparam. Bölərəm 100-ə. Bu olacaq qupquru hissəsi, yenə qeyd etdiyim kimi. Burada sıfırlar gedəcək, qalacaq 1 vur 12, 12 ton. Deməli 12 ton nə olacaq? 12 ton. Qupquru olacaq. İndi gəlirəm quru olan hissəyə. Bax, bu aşağıdakı hissəyə. İndi 12 ton qupquru otumuz var. Burada indi qupquru ot neçə faiz idi? 80%. Onda yazıram bunun qarşısına 12 ton. 12 ton qupquru otum 80%-dirsə, İndi mən quru otu tapmalıyam da ümumi faizini. İndi 12 ton qupquru ot 80% isə, onda x ton olacaq neçə? 100%. Niyə 100% yazdım? Çünki biz artıq burada ümumi quru otun tapmalıyıq artıq. Yəni biz qupqurunu tapmışıq. İndi qupquruya əsasən ümumi quru otun kütləsini tapmalıyıq. Yəni qupquru ot 12 tondursa və o 80% eləyirsə, quru otun 80%-i qupquruyduq. O 80% eləyirsə, onda 100% ümumi quru otu nə qədər olacaq? 10 tapacaq. Buradan da çarpaz vursa olacaq x bərabərdir 12-ni vuracaq 100-ə. X-i da 80-ə vuranda yenidən böləcəkdir. Ona görə birbaşa məxrəcdə yazıram. 100-dən 80 ixtisar gedir. Burada 20-yə, burada qalır 4, burada qalır 5. 12-də 4-ə ixtisar edəndə qalacaq 3. 3-ü də 5-ə vuranda neçə eləyəcək? 15 ton. Deməli, mənim quru otum nə qədər oldu? 15 ton. Aha. Deməli, mənim əlimdə 15 ton quru ot var və bunun 20% nəmdir? 80% qupquru. Deməli, biz burada neynədik? Bir də üstündən keçirəm. Birinci qupqurunu tapdıq. Qupquruya əsasən də bu quru otun qupquru faizindən biz ümumi quru otumuzun kütləsini tapmış olduq. Ümid edirəm başa düşdünüz. Başa düşmədinizsə belə, yəni yorumlarda yazarsınız, yenidən izaha baxarıq, başa salarıq. 77 deyir, ədədin natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayı ilk öncə biz bunu sadələşdirməliyik. Həqiqətən görürük ki, 3 də sadədir, 7 də sadədir, ehtiyac yoxdur. Natural bölənlərin sayı n plus 1 qüvvətlərin üzərinə 1 gəlib, neyinirik? Bir-birinə vururduq. İndi bizdə də qüvvət 1-i 6-dır, üzərinə 1 gələcəm və vuracam 7-nin də üstü 7-dir. 7 plus 1-ə bu olacaq 7 vur 8 bərabərdir 56. Yəni bu ədədin 56 dənə natural böləni var. Sonra keçək 78-ə. Deyir, A fərq B 1 olarsa AB ədədlərin əbobunu tapın. Açıq sualdır. Deməli, biz burada neyəcəyik? Yəni, bunlar arasındakı fərq birdir. Deməli, bunlar necə ədədlərdir? Ardıcıl ədədlərdir. Yalnız ardıcıl ədədlərdən bir-birini çıxanda fərq necə qalar? 1 qalar. Məsəl üçün, deyirəm 10, 11, 12, 13. Məsələn, 10 ilə 13-ü götürə bilərlər? Xeyr. Təbii ki də çıxanda fərqi 3 olacaq. Və yaxud da 10 ilə 12-ni götürə bilərlər? Xeyr. Fərq 2 olur. Deməli, bunlar nədir? Ardıcıl ədədlərdir. Plus 1, plus 1 görürsünüz, 1-1 artır. Yəni, fərqləri də nə olacaq? 1. İndi burada artıq ədədlər 10, 11-dir, nə bilim, 20, 21-dir, 35, 36-dır mı? Fərq eləməz. Əsas bunlar ardıcıl ədədlərdir. Buradan da yazıram. Ardıcıl ədədlər. Ardıcıl ədədlər də necə olur? Qarşılıqlı sadə. Onu qırmızı ilə yazacaq. Qarşılıqlı sadə. Deməli, onda AB ədədləri nə oldu? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərində, yəni başqa rənglə yazaq. Qarşılıqlı sadə ədədlərində əbob, AB bərabər olacaq nəyə? 1-ə. Əkobu onların hasili idi. Əbobu isə 1-ə bərabər idi. Qarşılıqlı sadə ədədlər. Keçək 79-a. Biraz belə eləyək. Deyir, qonşu bucaqların təmbölünləri arasındakı bucağı tapın, fikrinizi əsaslandırın. Deməli, qonşu bucaqlar. Qonşu bucaqlar nə idi? Cəmi ortaq tərəfi olan və cəmi 180-ə bərabər olan bucaqlar idi. Yəni, açıq bucağa tamamlanırdı. Deməli, biz buradan bir dənə qonşu bucaq çəkək. Buradan çəkək. Buradan da belə ayrıq hissələrə. Deməli, mənim bucağımın biri olsun X. Bu bucaq olsun. Bir də olsun nə? Y. Burada yazıram Y bucağı. İndi biz normal olaraq yazsaq, yazacağıq ki, qonşu bucaqların cəmi nədir? 180-ə bərabər. X plus Y bərabər 180. Bunu qeyd elədik. Sonra deyir, qonşu bucaqların təmbölənləri. Mən buna da təmbölən çəkirəm. Yəni 2 hissəyə ayrılır da burada. Artıq Y idisə olacaq burada 2-də 1 Y.
Burada da olacaq nə? 2-də 1 y. Sonra x bucağında tənbölənini çəkirəm. Burada da bərabər bucaqlar yaranacaq. Bunu da belə çəkək, fərqli olsun. Burada da olacaq x bölünsün 2, burada da olacaq x bölünsün 2-yə. Aha, indi deyir bunlar arasında qalan bucaq. Bunlar arasında qalan bucaq bax bu hissədir. Baxın. Qora ilə çəkək bunda. Baxın, bax bu hissə bu tənbölənlər arasında qalan bucaq olacaq. İndi gəlin onları cəmləyək. Yəni x bölünsün 2, aradakı qalan bucaq. Biri x bölü 2 idi, biri də y bölü 2 idi. Üstə gəlsin bir də y bölünsün 2. Bu cəm eləyəcək 2-də məxrəclər eynidir axı. X plus y. Mən də bayaq qeyd eləmişdim ki, x plus y nəyə bərabərdir? 180-ə. Olacaq 180 bölünsün 2 bərabərdir 90 dərəcəyə. Yəni doğru cavab olacaq 90 dərəcə və fikrimizdə əsaslandırdıq. Sizə bu şəkildə yazsaz və sözlərlə yazsaz sizə tam bal veriləcək. Amma ən əsası bu şəkildə yazmaqdır həllini. Bu da oldu 79, 80-ci sual və 81. 2 sualımız qaldı. 80-də nə deyir? Burası sığışsın eləyək. Deyir uzunluğu 70 cm olan AB parçası daxilində A nöqtəsindən başlayaraq ardıcıl C və D nöqtələri qeyd olunmuşdur. CD parçasının uzunluğu 20 cm olarsa AC və BD parçaların orta nöqtələr arasındakı məsafəni tapın. Deməli uşaqlar, onda biz bir dənə çəkək AB parçası. Buradan çəkirəm, ağ yerdən daha yaxşı görsənsin. Bura yazıram A, bura yazıram B. Deyir ardıcıl olaraq C və D nöqtələri qeyd olunur. Tutaq ki, bura bir C yazıram. Burada bir D yazıram. İndi deyək ki, CD parçasının uzunluğu 20. Bura yazıram 20 cm. Yəni 20. Deyir AC və BD parçalarının orta nöqtəsi. AC-nin orta nöqtəsi olsun bura, BD-nin də orta nöqtəsi olsun bura. Yəni söhbət gedir bu məsafədən. Aha. Deyir orta nöqtələr arasındakı məsafəni tapın. Aha. Yəni bu məsafəni biz burada yazaq 1x. Bu məsafəni biz tapmalıyıq. Onda uşaqlar, gəlin bunu belə eləyək. A-dan bu hissəyə 1x deyək. Buradan da bu hissəyə 1x deyək. Yəni AC olsun ümumi x, 2x. Yəni orta nöqtəsini qeyd eləmişik. Onda olacaq xx. B-də də 2y desək, yəni tam bölünsün deyə elə deyirəm. Onda D-dən bura qədər də y olacaq. Buradan B-yə qədər də y olacaq. Çünki orta nöqtəsi daxil. İndi biz burada nəyi tapmalıyıq? X, 20 və y. Yəni bu məsafəni tapmalıyıq. Onda bura bir sual qoyaq. Çünki x-dən işarələmişik, oraya x yazmayaq. Bizdə CD məsafəsi var, yəni bu 20 var. Bir dənə qalır nə? X-lə Y-in cəmini tapmaq. Onda biz belə eləyəcəyik. Ümumi uzunluq nə olacaq? Toplasaq 2x üstə gəlsin 20, üstə gəlsin 2y. Bərabərdir deyirdi nə qədər idi? 70. Bərabər eləyirəm 70-ə. Buradan onda hər tərəfi 2-yə bölsək olacaq x plus 10 üstə gəlsin y bərabərdir. 70-də 2-yə bölündə 35. Onu da digər tərəfə atlatsaq olacaq x plus y bərabərdir. 35-dən 10 çıxanda qalacaq neçə? 25. Deməli onda bizdə x-lə y-in cəmi neçə oldu? 25. Bu ikisinin cəmi bizdə oldu 25. Onda məndə orta nöqtələr arasındakı məsafə, burada bir mn deyək. Adlarını qarışdırmayaq sonra. Mn hissəsi, onda biz tapsaq uzunluğu yazıram bura mn bərabərdir. X üstə gəlsin 20 üstə gəlsin y-ə. Bu da bərabər olacaq. X plus y tapdıqca 25-dir. Yerinə yazıram 25. Bir də 20-miz var. Üzərinə də 20 gəlik. Olacaq neçə? 45 cm. Yəni orta nöqtələr arasındakı məsafə olacaq 45 nə yazdım? Santimetrdən başqa bir şey yazdım. 45 santimetr. Bu da belə. Və yaxud da 70-dən birbaşa olaraq 20 çıxardınız, qalardı 50. 50-ni bölərdiniz 2-yə düşərdi 25. Yəni bu yarı hissələrə 25 düşərdi. Bu hissələrin də ayrıca cəmi 25 olardı. Və 25 ilə də 20-ni toplayardınız, yenə 45 dərəcə verəcəkdi sizə. Keçək 81-ci sonuncu sualımız. Deyir daha doğrusu A nə idi? 180 18A, hə, 3 rəqəmli ədəd 45-ə tam bölünərsə A-nı tapın. Yenə 45-ə bölmədi. 45-ə bölünərsə bayaq qeyd eləmişdik. Hansı ədədlər olmalıdır? 9 ilə 5. Deməli 5-ə bölünürsə sonuncu ədədimiz ya 0 olmalıdır, ya 5 olmalıdır. Deməli buradan da yazıram 180A üstü xətt. Deməli A-mız burada ya 0 olacaq, çünki 5-ə tam bölünür, ya da 5 olmalıdır. Onda biz rəqəmləri cəmini tapsaq, bir səfər 0 qoyacaq, bir səfər 5. Onda olacaq bir səfər 180, üstünə xətt çəkməyib, bir səfər də olacaq nə? 185. Görək hansı 9-a bölünür? Təbii ki, 185-in rəqəmləri cəmi eləyir neçə? 14.
14. 14 9-a bölünmür. Deməli 185 9-a tam bölünməyəcək. 180 rəqəmlər cəmi isə eləyəcək neçə? 9. 9 9-a tam bölünürsə, deməli 180 də 9-a tam bölünəcək. Deməli A-nın qiyməti onda bizdə yekun olaraq nə olacaq? A bərabər 0-a, yəni 180 sonuncu rəqəm 0 olacaq. Deməli A-nın qiyməti oldu 0. Belə, bu da artıq sual qaldımı? Hə, sualımız var imiş. Elə bilirəm sonuncu sual. Baxaq 82-yə. Deyir 2 ardıcıl. Bu 81 idi, ortada qalmadı. Aha. Deyir 2 ardıcıl tək ədədin cəmi 200 olarsa bu ədədlərdən böyüyünü tapın. Fikrinizi əsaslandırın. Deməli, neynəyəcək uşaqlar? Tək ədədlərin ümumi şəkli 2n plus 1, minus 1 də yazmaq olar. Ardıcıl deyirsə olacaq 2n plus 3 şəklində. Bu ikisini cəmləyib 200-ə də bərabər götürə bilərsiniz. Yenə eyni cavab alasınız. Və yaxud da belə də eləyə bilərsiniz. Elə ardıcıl tək ədədlərdirsə birinə n deyərsən, ardıcıl tək ədədlər arasında 2 artır da. Birinə n deyərsən tək ədədin, o birisinə də dərsən n plus 2 ardıcıl olması üçün. Və toplayarsan bərabər eləyərsən neçəyə? 200-ə. 200-ə. Buradan da olacaq 2n, elə altına yazaq. 2n bərabərdir. 200-dən 2 çıxanda 198. 2-yə də bölsək, onda bizim tək ədədimiz n-imiz olacaq neçə? 99. Bir də n plus 2 idi da. N plus 2. Yəni 99-un da üstünə 2 gəlində olacaq neçə? 101. Həqiqətən ardıcıldır, tək ədəddir və cəmi də 200 eləyir. İndi bizə deyir ki, bu ədədlərdən böyüyünü tap. Böyüyü olacaq neçə? 101. Burada qeyd eləyək 101. Və yaxud da yenə dediyim kimi, buradan da taparsınız, yenə eyni cavab olacaq. Sadəcə asan olması üçün n-lə işarə eləsək tək ədədimizi daha yaxşı olar, rahat hesablayarıq. 83. 3 rəqəmli ədədin son rəqəmini sildikdə alınan 2 rəqəmli ədəd 9-a bölünür. Silinən son rəqəm ən çox neçə ola bilər? Deməli uşaqlar, burada yadda saxlayaq. 9-a bölmə əlaməti nə idi? Rəqəmləri cəmi 9-a tam bölünərsə, həmin ədəd 9-a tam bölünür da, elə deyil. İndi deyir ki, 3 rəqəmli ədəddir. Tutaq ki, A-dır, B-dir, C-dir. 3 rəqəmli ədəd. Sonuncu rəqəmini, yəni C-ni biz buradan siləndə AB ədədi 9-a tam bölünür. Deməli, AB-nin rəqəmləri cəmi 9-a tam bölünür. Yəni C-ni buraya sadəcə əlavə eləsək, artıq tam bölünməyəcək. Onda C-ni buraya əlavə eləyirsə, artıq 9-a tam bölünmürsə, ən böyük biz burada artıq 8 yazarıq da C-nin yerinə. Yəni, çünki niyə? AB 9-a tam bölünür. C-nin yerinə biz 9 yazsaq, bunu AB ilə toplasaq yenə 9-a bölünəcək. Ona görə 9-dan bir vahid kiçik, yəni 8 yazırıq ki, artıq bu 9-un mislinə tamamlanmasın. Yəni 9-a qalıqlı bölsün. Ən böyük 8 yaza bilərik burada da. Və yaxud da başa düşməyiniz üçün özünüzdən rəqəm də yaza bilərsiniz. Məsəl üçün götürək A-ya 1 verək, B-yə 8 verək, C də burada qalsın. C-ni siləndə 18 9-a tam bölünür da, elə deyil. Onda C-nin yerinə biz ən böyük nə yazmalıyıq? Bu rəqəmlər cəmləyici 1 plus 8 plus C bərabər olacaq 9 plus C-yə. İndi 9 plus C 9-a tam bölünmür deməli. Onda biz burada C-nin yerinə artıq 9 yaza bilmərik və yaxud 9-un misillərini yaza bilmərik. Ən kiçik burada 1 yaza bilərik qalıqlı bölünməsi üçün. Ən böyük isə 8 yaza bilərik. Yəni 9-a böləndə qalıqlar deməli 9-dan kiçik ədədlər olmalıdır və həmin o 9-dan kiçik ədədlərin ən böyüyünü götürəcək. Çünki bizdən ən böyüyünü soruşur da. Ən çox neçə ola bilər? Ən çox 8 ola bilər. Ən kiçik də 1 ola bilər. Yəni C burada bərabər olacaq 8-ə. 84-də şəkildə A paralel B olarsa X bucağının dərəcə ölçüsünü tapın. Uşaqlar, deməli biz burada qayda ilə də yaza bilərik. Və yaxud da qaydanı bilməsək belə tapa bilərik həllini. Birinci qayda olaraq bizdə belə bir şəkil var idi də, elə deyil. İndi buna uyğun çəkəcəm, çalışacağam. Uyğun olsun buna. Aha, buradakı X, Y, T tutaq ki, X, Y, T bucaqlar olsun. Bu bucaqların cəmi bizə bərabər neçə verirdi? 360. Deməli, burada da olacaq 105, üstə gəlsin 90, üstə gəlsin X. Daxildəki bucaqların cəmi bizə nə verməlidir? 360 dərəcə. Buradan X-i tapsaq bərabərdir. 360-dan 100 çıxanda 260, 5 çıxanda 255, 255-dən də 90 çıxanda qalacaq neçə? 165 dərəcə. Deməli, cavabımız oldu neçə? 165 dərəcə və yaxud da biz digər üsulla necə tapa bilərik? Biraz da yaxınlaşdırım. Burada deməli olacaq necə? Bura 90 dərəcədirsə, bu qonşu bucaqlardır. Onda 180-dən 90 çıxaram. Bu təpə bucağı olar neçə? 90 dərəcə. Bunu biraz kiçildək. Olacaq 90 dərəcə. Bura 105 dərəcədirsə, bu bucaqla bu bucaq nədir? Qarşılıqlı, daha doğrusu daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların cəmi neçə eləməlidir? 180. Yəni 105-in üstünə neçə gəlsə 180 eləyir? 75. Burada yazıram 75. Buradan yenidən
burada bir üçbucaq yaranır. Üçbucağın bir xarici bucağı, yəni x, ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni x bərabərdir 90 plus 75-ə. Bu da bərabər olacaq 165. Bu şəkildə tapa bilərsiniz. Və yaxud da buranı tapıb yenidən 180-ə çıxıb cavabı tapa bilərsiniz. Bir sözlə cavabımız 165 dərəcə olacaq. Aha. Keçək 85-ci sual. Aha, bu səfər sonuncu sualdır. Deyir, bir boru boş hovuzu 2 saata doldura, digər boru isə 3 saata boşalda bilir. Hər iki boru eyni anda işləsə hovuz neçə dəqiqəyə dolar? Deməli uşaqlar, biz burada nə edəcəyik? Birinci boru 2 saata doldurur. 2 saata doldurursa, onda 1 saata hovuzun 2də 1 hissəsini dolduracaq. Digər isə boşaldır. Artıq burada ikinci boru boşaltdığı üçün çıxacaq. Çünki biri doldurur, biri boşaldırsa hər zaman çıxma olur. Hər ikisi doldurarsa o zaman toplayırıq. Onda 2də 1-dən çıxacaq. Digər boru da 3 saata normalda boşaldırsa 1 saata hovuzun 3də 1-ni boşaldırdı. İndi deyir, hər iki boru eyni anda işləsə hovuz neçə dəqiqəyə dolar? Bərabər eləyəcəm. Hovuz neçə dəqiqəyə dolar? Bilmirik də. Birinci saata tapaq, sonra dəqiqəyə çevirərik. Həmin hovuz x saata dolar, 1 saata isə x-da 1-ni dolduracaq. Deməli biz hər zaman 1 hissəsindən gedirik də. Burada da yadda saxlayın. İndi buradan biz x-i tapsaq, olacaq 2də 1 çıxılsın 3də 1. Yəni eləyəcək 6-da 3 çıxılsın 2 bərabərdir x-da 1-ə. Bu da eləyəcək çıxanda 1, 6 bərabərdir x-da 1. Çarpaz vursaq, x-i 1-ə vuranda x, 6-nı 1-ə vuranda 6. Deməli oldu neçə? 6 saat. İndi biz tapdıq ki 6 saat, amma bizdən dəqiqanı soruşur. 1 dəqiqədə, daha doğrusu 1 saatda 1 saat. Neçə dəqiqədir? 60 dəqiqədir. Onda 6 saatda olacaq 6 vur 60 bərabər eləyəcək 360 dəqiqə. Yəni yekun cavabımız oldu 360. Bəli, bu günlük bu qədər. Sağ olun, abunə olub fikir bildirməyi unutmayın. Hər hansısa yerdə səhvliyimiz oldusa və yaxud da başa düşmədinizsə şərhlərdə yaza bilərsiniz. Sağ olun.